Salam dəyərli müdavimlər, hər vaxtınız xeyir olsun, hər birinizi xoş gördük. Başlayaq sualların izahına. Bənddəki sözlərlə bağlı səhvi müəyyən eləməliyik. Sistəmin düşür yadıma, hər baxanda mən saçma. Bir yaz günü vidalaşdın, qəm elədin sən saçma. Səhvi istəyirəm sizdən. Baxaq. Variant B variantıdır. Birinci misrada yiyəli halda olan isim var. Xeyr. Burada yiyəliyə bənzəyən, amma əslində yiyəli olmayan bir isim var. Sistəmin, sənin sistəmin, öz sistəmin məzmununda mənsubiyyət şəkilçili isimdir. O səbəbdən variant B variantı. Digər fikirlər doğrudur, hər ehtimal isbat eləyək. İkinci misradakı feil təsriflənməyəndir, bəli, feili bağlamadır. Üçüncü misradakı feil xəbər şəklindədir. Bəli, zaman şəkilçisi olan bütün feillər xəbər şəklində sayılırsa, bu da doğrudur. Dördüncü misradakı feil düzəltmədir. Əl, eləmək, bəli, düzəltməkmiş. Xəbər şəklindədir. Eynən yuxarıdakı şərt burada da keçərlidir. Hansı feilin üzərində zaman şəkilçisi gördün? Fərq etməz. Nəqli, şühudi, keçmiş, indiki, gələcək fərq etməz. Hansı feilin üzərində zaman şəkilçisi gördünsə, həmin feil birbaşa xəbər şəklində olan feil sayılır, istisnada yoxdur. Dördüncü misradakı isimlərdən biri mənsubiyyət, biri də qəmi ələdin sən saçma mənasındadır. Aha, bağışlayın, burada deməli qəmi sözün yox, çünki qəmi sözündə şəkilçi yoxdur. Saçma sözündə həm mənsubiyyət var, həm də hal var. Əslində yaxşı yerə toxunduq, bəlkə toxunmasaydıq gözdən qaçardı. Desəm ki, burada qəm sözü hansı haldadır deyəcəksən, təsirli halda. Yox, əgər deyirəmsə qəm sözündə şəkilçi var deyərsən, nə danışırsınız? Şəkilçi yoxdur. Deməli, qəm ələdin ifadəsində qəm sözündə şəkilçi yoxdur. Yəni, qısası şəkilçisi olmayan təsirli hal sayılır. Bu fikirdə düzdür. Cavabımız 1-də oldu B variantı. 2. Nümunədə altından xətt çəkilmiş sözlər morfoloji cəhətdən nədir? Ümumiyyətlə düz görürsənsə, düz sözün görürsənsə 5 dəfə düşünməlisən. Çünki bunun 5 mənası var. Sifət olar, zərf olar, ədat olar, daha sonra başqa nə ola bilər? Feil ola bilər, isim ola bilər. Hərəkətin yanındadırsa, nə tərzdə danış sualına cavab verirsə, nə tərzdə, nə vəziyyətdə, necə sualına cavab verirsə, olacaq zərf. Əşyanın yanındadırsa, necə, nə cür, hansı sualına cavab verirsə, olacaq sifət. Düzdə qalar, burada isə olacaq isim. Düz evə gedərsən, burada isə olacaq, belə deyək də, ancaq, yəni evə getməlisən, başqa yerə getmə. Burada olacaq ədat. Yəni, başqa yerə getmədə evə getməlisən. Cavabımız olacaq 2-də A variantı. A deyib B götürürəm, A variantı. Təyyarələr durna qatarı kimi düzülmüşdür cümləsində sözlərin morfoloji xüsusiyyətlərindən bağlı səhvi göstərməliyəm. Cavabımız 3, 4 və 5. Adlı halda 3 isim var. Birincisi isimləri tapdıq. Hamısı adlı halda deyil axı. Durnanın qatarı. Burada yiyəlik də var. İkisi adlıqdır, biri isə yiyəlik. Bu səhvdir. Onsuz da bizdən səhvləri istəyir. Hal şəkilçisi ilə işlənən bir isim var. Ümumiyyətlə hal şəkilçisi yoxdur heç birində. Razıyam, durna sözü yiyəlikdədir, amma faktiki olaraq nümunədə şəkilçi yoxdursa, sən buna şəkilçili hal deyə bilmərsən. Qeyri-müəyyən yiyəlik və qeyri-müəyyən təsirli, nə qədər də yiyəlik təsirli olsa belə, onların şəkilçisi yoxdursa ekranda, ona sən deyə bilmərsən burada şəkilçi var. Yoxdur axı, yəni görmürsən. Deməli, hal şəkilçisi yoxdur. Faktiki ekranda, sualda. Düzülmüşdür, sifətdən düzəlmiş feildir. Kök şəkilçi ayıraq. Məncə ıl, il, ul, ül feildən feil yaradır deyə. Düzülmüşdür sözü feildən düzələn feildir. O səbəbdən də bu fikirdə səhvdir. 3, 4, 5 səhv olaraq variantımızdır. Kimi bənzətmə müqayisə bildirən qoşmadır. Təyyarələr adlıqdır. Durna qeyri-müəyyən yiyəlik haldadır.
Dördüncü sualla davam edək. Sual 4, maşallah, böyük bir sualdır. Dostuna öz torpağımızda yetişmiş buğda unundan çörək bişirtdir cümləsindəki sözlərin morfoloji xüsusiyyətləri ilə bağlı düzgün cavabları seçməliyik. Variantımız olacaq burada 1, 3, 5. Bu dəfə doğruları istəyirəm. Dostuna mənsubiyyət və hal var, sadə isimdir. Öz təyin əvəzli torpağımızda mənsubiyyət və hal şəkilçisi var. Bişirtdir, bişmək, bişirmək, bişirtmək, bişirtdirmək feildən düzələn feildir. Bəli, üzərində heç bir şəkil kateqoriyası yoxdur deyə bu avtomatik əmr şəkli sayılır. Cavab C variantı. 2 və 4 səhv fikirlərdir. Çünki buğda yiyəli haldadır. Buğdanın unu adlı hal deyil. 4 səhvdir. Çünki yetişmiş, nəqli keçmiş zamanda olan düzəltmə feil deyil. Sadə feildir. Ona görə olmaz. Cavabımız C variantı. Doğruları istəyir. Cümlədəki sözlərin morfoloji xüsusiyyətlərinə aid fikirlərdən biri səhvdir. Variantımız olacaq A variantı. Ara vermədən nə tərzdə, nə vəziyyətdə, necə bu suallara cavab verir. Zaman bildirmir, tərz bildirən feili bağlamadır. Məzmun cəhətdən tərz bildirir. Səhvimizi tapdıq. Yağış adlı halda olan düzəltmə isimdir. Bəli, təkdədir. Yağırdı, indiki keçmiş zamandadır, idi hissəcidir. Dünən axşam yenə. Bəziləri yenəyə çaşıb ədat deyirlər, amma yenə hələ zaman zərfləri sayılır. Başlayan indiki zaman mənalı deyir, indiki zaman demir. İndiki zaman mənalı feili sifət şəkilçili sözdür və təsdiqlədir. Cavabımız oldu A variantı.